Salam, hər vaxtınız xeyir olsun. Bugün qat-qat xırçıltılı, çox ləzzətli çıkan piroqunun hazırlanmasını bölüşürəm. 500 qram unun üzərinə 1 çay qaşığı duz, 1 ədəd yumurta, su əlavə edib yumuşaq xəmir hazırlayıram. Xəmiri gözəl-gözəl yoğurub 2 kündəyə ayırıram. Kündələri hazırladıktan sonra masanın üzərini unlayıb olduqca böyük, nazik yuxa açıram. Nə qədər böyük, nazik yuxa açsanız, piroqunuz o qədər qat-qatlı, xırçıltılı olacaq. Yuxanı açdıqdan sonra üzərinə kərə yağı əlavə edirəm. Kərə yağını xəmirin hər tərəfinə çəkirəm. Gördüyünüz kimi rulet şəklində bükürəm. Yenidən bu hissəni yağlayıb bükürəm. Üzərini örtüb 20 dəqiqə saxlayıram. Keçirəm ikinci kündəni hazırlamağa. İkinci kündəni də eyni ilə birinci kimi unlayıb olduqca böyük, nazik yuxa açıram. Yuxanın hər tərəfini əridilmiş kərə yağı ilə yağlayıram. Büküb qoyuram kənarda 20 dəqiqə dursun. Keçirəm içlik hazırlamağa. İçlik üçün 3 ədəd soğanı xırda doğrayıram. Üç ədəd kartofu da nazildib kub şəklində doğrayıram. Soğanı 6-7 dəqiqə biraz yumşalana qədər qovururam. Bu qədər soğanı qovurduqdan sonra üzərinə 400 qram qiymə əlavə edirəm. Qiymə ilə soğanı qovururam. Qiymə artıq hazırdır. Çox qovurub qurutmuram.
Biraz yağa düşdükdən sonra üzərinə duz, istiot, qarabiber əlavə edib qarışdırıram. Kartofu da əlavə edib qarışdırıb ocağın üzərindən götürüb qoyuram kənarda, biraz soysun. Xəmirin birini biraz böyük götürmüşdüm. Böyük götürdüyüm xəmiri yayıram. ...26 santimlik qabın içərisinə yerləşdirirəm xəmiri yaydıqdan sonra. İçərisinə içliyi əlavə edirəm. İkinci xəmiri də qabın ölçüsü qədər yayıram. İçliyin üzərinə yerləşdirib kənarını gördüyünüz şəkildə bükürəm. Üzərinə yağ çəkib 180 dərəcə isitdiyim sobada qızarana qədər bişirirəm. Pirog bişdi artıq hazırdır. Üzərinə də kərə yağı çəkirəm. Yağı da çəkdikdən sonra isti-isti dilimlərə ayırıram. Qat-qat xırçıltılı, çox ləzzətli, dadlı pirog alınır.